Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə elə bir piroq resepti təqdim edirəm ki, dadı ilə bütün tortları gerdə qoyacaq. Həm çox asan, həm əziyyətsiz, həm də o qədər ləzzətli bir piroqdur ki, mütləq hazırlamalısınız. Keçək hazırlama qaydasına. Qaba 1 stəkan yarım, yəni 300 qram qatıq əlavə edirəm. Üzərinə 1 çay qaşığı sodanı, 1 xörək qaşığı sirkə ilə söndürüb, əlavə edib yaxşıca qarışdırıram. Siz isə videolarımın davamı üçün kanalıma abunə deyilsinizsə abunə olmağı, videolarımı bəyənməyi, yaxınlarınızla bölüşməyi unutmayın. Dəstəyiniz mənim üçün çox vacibdir. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. İçərisinə 3 ədəd otaq temperaturunda yumurta əlavə edirəm və 1 paket şəkərli vanil, 1 stəkan şəkər tozu əlavə edib qarışdırıram. Tam qarışdırıb həll etdikdən sonra üzərinə un əlavə edirəm və 1 çay qaşığı qabartma tozu əlavə edirəm. Həm qabartma tozu, həm də 1 çay qaşığı soda istifadə edirəm. Əgər soda istifadə etməsəniz, 1 paket qabartma tozu əlavə edə bilərsiniz. Tam qarışdırdıqdan sonra üzərinə 100 ml duru yağı hissə-hissə əlavə edib xəmirə yedirirəm. Belə üsulla etdikdə piroqunuz ekstra nəmli və yumuşaq olacaq. Sanki südlə isladılmış kimi ləzzətli olacaq. Qalanı da əlavə edib çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Və yağladığım qəlibin içərisinə boşaldıram. Mən bu şəkildə tavanı yağlamışam, ora əlavə edirəm. İstəsəniz soba listində edə bilərsiniz. Mən biraz hündür olmağını istədiyim üçün belə bir qəlibdən istifadə etdim. Amma soba listində də rahatlıqla hazırlaya bilərsiniz. 1-2 dəfə yerə vururuq, havasını alırıq və sobaya bişməyə qoyuruq. Bu arada isə kremi hazırlayıram. Krem üçün otaq temperaturunda yumuşalmış 100 qram çərək yağını 100 ml qatlaşdırılmış süd ilə birlikdə çalıram. Siz yaxşı olardı ki, çərək yağını əvvəlcədən çalıb açasınız, amma bu üsul mənə daha asan gəldiyi üçün belə etdim. Kremin dadlı olması üçün yaxşı çalmaq çox vacibdir və üzərinə şəkərli vanil əlavə edirəm ki, daha da ətirli və gözəl olsun. Eyni zamanda fərqli bir dad olması üçün 2 çay qaşığı bişmiş qatlaşdırılmış süddən əlavə edib yenidən mikserlə çalıram və kremimiz hazır olur. Keksimiz də bu arada sobadan çıxarılır, bişdi artıq. Bişməsini çöp ilə yoxlayırıq və gördüyünüz kimi çöplərimiz çıxdı. Gözləyirik ki, otaq temperaturunda tam soyusun. Tam soyuduqdan sonra kənar hissələrini bıçaqla bu şəkildə kəsib çıxarıram. Bununla üzərinə və kənarlarına ovuntu edəcəyik. Bu arada onu da qeyd edim ki, piroqumuz çox yumuşaq alınıb, yəni pambıq kimi olub. Gördüyünüz kimi kənar hissələrini kəsib çıxarıram və piroqu artıq soba qabından çıxarıb kənara qoyub üzərini bu şəkildə nazik olacaq şəkildə kəsirəm. Bu kəsdiyimiz hissələrdən blenderə əlavə edib ovuntu hazırlayacağım. İstəsəniz əlinizlə də ovuşdurub ovuntu hazırlaya bilərsiniz. Və hazırladığımız kremlə piroqun üzərinə əlavə edib hər tərəfinə yaxşı-yaxşı yayıram. Bu arada krem də çox dadlı olub, dondurma dadındadır. Çox ləzzətlidir. Əvvəllər tortlarda, bütün tortlarda belə kremlərdən istifadə olunurdu. Kənar hissələrini də kremləyirəm. Və üzərinə hazırladığım ovuntudan bərabər şəkildə səpirəm. Və budur, piroqumuz hazırdır. Çox asan və çox ləzzətli. Qonaqlarınız gələcəksə mütləq bu reseptlə hazırlayın. Çox bəyənəcəklər. Hər kəs sizin resepti soruşacaq. Və dərhal kəsib servis edirəm. Evdə hər kəs çox bəyəndi. Siz də hazırlayın. Əminəm hər kəs çox bəyənəcək. İzlədiyiniz üçün təşəkkür edirəm. Hazırlamağı və nəticələri mənimlə bölüşməyi unutmayın. Yeni videolarımda görüşmək diləyilə.